Salam, kanala xoş gəlmisiniz. Mən bugün Ziya nəşrlərindən Elşad Əliyev və Elşən Quliyev hansı ki yazıblar. Onlardan testi işləyəcəm. Bu test 7 və 8-ci sinif yeni dərslik əsasında hazırlanıb və 7-8-ci sinifə əhatə eləyir. Birinci bölmədir bu. Biologiya nəyi öyrənir? Hüceyrə və orqanizm, elm, texnologiya və həyat. Başlayaq birinci sualdan. A hüceyrəsi B hüceyrəsindən fərqli olaraq. Əvvəlcə baxıram ki, ikisində də nüvə var. İlk baxanda onu görürəm. Deməli ki, burada bakteriya hüceyrəsi yoxdur. Yəqin ki, biri heyvan hüceyrəsi, biri də bitki hüceyrəsi ola bilər. İndi baxaq, burada nə yazılıb? Məsələn, nüvəyə malikdir. Ən birinci onu görürəm. Hər ikisində nüvəni gördüyüm üçün üstündən xətt çəkirəm. Variantlardan da sildim. Sonra qılafın daxili hissəsi plazmatik membrandır. Bilirik ki, bütün hüceyrələrdə qılafın daxili hissəsi plazmatik membran olur. Ribosoma malikdir və ribosoma da bakteriya hüceyrələri belə ribosoma malik olur. İkini də çıxsaq, qaldı 1 və 4. Baxaq bunlara. Plastidə malik ola bilməz. Əgər biri bitki, biri heyvan hüceyrəsidirsə, həqiqətən də heyvan hüceyrəsi plastidə malik ola bilmir. Xarici qılafı nazikdir. Xarici qılafı heyvan hüceyrəsində nazikdir, bitki hüceyrəsində isə qalındır. D variantı oldu. İkinci sual. Azot gübrəsinin, biraz balacalaşdırım. Azot gübrəsinin bitki cücərtisinin inkişafına təsirini öyrənmək üçün təcrübənin planı aşağıdakı cədvəldə verilmişdir. Elə burada bizdən dəyişənləri soruşur. Asılı, sərbəst və sabit dəyişən. Mən sualın şərtini oxuyanda belə görürəm ki, azot gübrəsinin təsirini öyrənir. Yəni burada demişdik, bu dəyişənləri necə yadda saxlayırıq? Şifrələnmədə var idi. Şifrələnmə videosu var, vegetativ orqanlar. Həmin hissədə qeyd etmişəm. İstəsəniz orada baxa bilərsiniz. Orada bütün şifrələnmələri demişəm. Demişdik ki, təcrübəçi sərbəstdir. Yəni ki, təcrübəsi nəyi istəyirsə dəyişir və onun dəyişdiyi şey sərbəstdir. O dəyişdiyi əsasında nəyi dəyişibsə, həmin amil əsasında dəyişən nəticə isə asılı dəyişəndir. Nəticə də təcrübəçinin dəyişdiyindən asılıdır. Bunu belə yadda saxlamışdıq. Burada dəyişən deməli azot gübrəsi olduğu üçün sərbəst dəyişənə azot olmalıdır. Bu da ancaq C variantındadır. Digərlərinə də baxaq. Asıl dəyişən dedik ki, nəticədir. Burada cücərtiyə təsir öyrənir. Cücərti nəticədir. Sabit dəyişən isə dəyişdirilməyən bütün amilləri götürə bilərik. Məsələn, su, işıqlanma, torpağın digər elementləri görürük ki, sabit qalıb. Bunların hər birini seçə bilərdik. Hər biri yazılsa düz olardı. Üçüncü sual. Burada bir dəqiqə bütün görsənsin sual. Şəkildə əks olunan canlı mühitində yaşayır. Əks olunan canlı su mühitində yaşayır. Bu canlıların suya qoyduqları kürlərdən çıxan kiçik sürfələr inkişaf prosesi keçirərək yetkin fərdə çevrilir. Bu canlı yaşadığı mühitdən suda həll olmuş oksigeni udur. Onların üzgəcləri suda üzmələrini təmin edir. Yuxarıda verilmiş məlumatların sonundakı rəqəmlərə və müvafiq açar sözlərinə əsasən uyğunluğu müəyyən edin. İndi rəqəmlə işarə olunmuş yerə baxıram. Birincidə kiçik sürfələrin inkişafı verilib. Burada inkişaf edir, yetkin fərdə çevrilir. Bu əslində inkişaf prosesidir. Amma görürəm ki, hərflərlə inkişaf sözünü yazmayıb. Onu deməli, mən burada məcbur çoxalmanı seçməliyim. Amma əslində inkişaf edib. Çoxalmanı seçsəm əgər 1-ə B oldu. 2-də oksigeni udma haqqındadır. Bu da tənəffüsdür. Suda həll olmuş oksigeni udur. Bu tənəffüsüdür. 2A. 3 isə onların üzgəcləri suda üzmələrini təmin edir. Hərəkətdir. Hərəkətdə Y variantındadır. 1B, 2A, 3Y oldu. Cavab B variantı. Keçək 4-cü suala. Bu bitkinin adı, səhv eləmirəmsə nə idi? Acetabulariya bitkisi. Bu 7-ci sinif dərsliyində idi. Səhifə 24-də olmalı idi. Orada deməli 7-ci sinif 1-ci hissədə idi da bitkilər olan hissə, yəni vegetativ orqanlarda
ya da ondan əvvəl idi. Ya vegetativ orqanlardadır, ya ondan əvvəl. Bakteriyalardan əvvəl idisə, deməli hə, bitkilərdən biraz əvvəl, vegetativ orqanlardan əvvəl yazmışdılar. Acetabulyare bitkisi deməli iki hissəsindən göstərilən nüvədir. Bir hissəsindən göstərilən isə çətirdir. Və orada yazılmışdı ki, nüvə hissəsi zədələnmədikdə çətir kəsilsə də, qoparılsa da yenidən yerinə çıxa bilir. Bu bir hüceyrəli bitkidir. Bu bir hüceyrəlidir. Adı da acetabulyare. İndi burada deyir ki, 2 rəqəmi ilə işarələnmiş hissəsini zədələyib, 1 rəqəmi ilə işarələnmiş hissəsini qoparsaq. Artıq burada bu nüvəni zədələyib. Zədələnməsəydi çətir yenidən çıxardı. Amma zədələdiyi üçün çətir yenidən çıxmayacaq, bir hissəsi inkişaf etməz. B variantı. 5-ci sualda təsvirdə həşərat tutan bitkisinin həşərat tutması əks olunub. Həşərat bitki yarpağının hər iki yarısını tükcüklə eyni vaxtda toxunduqda tutma aparatı işə düşür. Həşərat tutan bitkidə canlı orqanizmlərə məxsus olan əsas xüsusiyyətlərin baş vermə ardıcıllığı necə olar? Burada deməli həşərat tutan bitkidə soruşur. Məsələn, həşəratda nə baş verir, bunu soruşmur. Həşərat tutan bitkidə nə olacaq? Birinci milçək gəlib ona toxunacaq, bundan o qıcıqlanacaq. Həşərat tutan bitkidə birinci olaraq qıcıqlanma baş verəcək. Ondan sonra hərəkət edəcək ki, yarpağını, şəklini dəyişmiş yarpağını hərəkət etdirəcək ki, yəni tutucu orqanı milçəyi tutsun. Tutandan sonra da ondan qidalanacaq. Yəni 3, 1, 2, D variantı. 6-da hüceyrə ilk dəfə məhz bu toxumada kəşf edilmişdi. Baxın, bu sualı diqqətlə oxuyun. Yazılmayıb ki, bura hüceyrə hansı toxumadan yaranır. Yazılıb ki, hansı toxumada kəşf edilmişdi. Hüceyrəni də bilirik ki, ilk dəfə Robert Hooke kəşf edilmişdi 1665-ci ildə mantar, palıd ağacının mantar qabığına baxaraq və mantar da nədir? Mantar da bir örtük toxumasıdır. Ona görə ye. Doğru kəsişmədir. Spor var, çox hüceyrəli var, hüceyrə divarı, ribosom, formalaşmış nüvə. Ortadakı isə bakteriyadır. Spor bakteriyada olur. Çox hüceyrəlilik aid deyil. Hüceyrə divarı olur, ribosom olur. Formalaşmış nüvə isə yenə aid deyil. Cavab oldu necə? 1, 3, 4. Bakteriyalar yalnız bir hüceyrəli olur və onlarda DNT və yaxud da DNT və RNT ortada spirallaşmış şəkildə olur. Onlarda yəni ortaya topa halında olur və nüvə formalaşmış halda olmur. Ona görə də prokaryot adlanırlar. Pro əvvəl, karyon nüvə deməkdir. Növbəti 8 verilmiş bakteriyalardan hansı kox çubuğu adlanır? Bu da 7-ci sinif dərsliyində verilmişdi. Kox çubuğu kəşf edilmişdi ki, Robert Koch'un şərəfinə belə adlandırılmışdı. Robert Koch 1877-ci ildə kəşf edilib və vərəm xəstəliyini, vərəm çöpünü kəşf etdiyinə görə onu adlandırmışdılar Koch çubuğu. Şəkildə əks olunan canlının bilavasitə hansı əsas həyati xüsusiyyəti əks olunmuşdu? Burada çoxalmasını görürük. Çoxalmadır, sonra böyüyür, sonra inkişaf edir. Yəni C variantı olacaq. Bu hissədə hardadır? Çoxalma hissəsi əslində göstərilməyib burada. Çoxalma dedikdə çünki qurbağanın bunu götürə bilərik. Bəlkə də kürülərini tökməsi, ondan sonra böyüyür, sonra inkişaf edir. Çoxalma dedikdə isə necə olurdu bunlarda? Yumurtalar atılır, ondan sonra isə suda baş verir. Yumurtalar atılır nə idi? Spermatozoidlər atılır və cütləşmə baş verir. Yəni ki, çoxalma prosesi suda gedir. 10-cu sual, 2020-ci ildə SARS-CoV-2 virusu törətdiyi COVID-19 xəstəliyi səbəbilə bütün dünyada pandemiyaya səbəb olmuşdu. Alimlər ilkin olaraq bu xəstəliyin yarasalardan insanlara keçdiyi fərziyyəsini irəli sürdülər. Bu fərziyyədən çıxarıla bilən ən uyğun proqnoz hansıdır? Baxaq. Bu xəstəlik insanlar arasında sürətlə yayılmalıdır.
Bunun yarasaya aidiyyəti yoxdur. Bu xəstəlik insanlardan da yarasalara keçə bilər. Bu bilə bilməliyik. Digər variantlara da baxaq. Bu xəstəlik törədicisi olan virus yarasalarda da aşkarlanmalıdır. Bu xəstəlik törədicisi olan virus yarasalarda da aşkarlanmalıdır. Bu düzdür. Artıq onlarda olmalıdır ki, onlardan insanlara keçsin. Bu xəstəliyə qarşı tezliklə peyvənd hazırlanmalıdır. Bu düzgündür, amma ki, yarasa ilə aidiyyəti yoxdur. Bu xəstəlik yarasalardan insanlara keçə bilməz. Bu da əksinədir. Bitkilər özlərinə qida maddələri hazırlamaq üçün verilənlərin hansından bilavasitə istifadə etmir? Mineral maddələrdən istifadə etdiyini görmürük. Sudan, karbon qazından istifadə edirdi. Həmçinin işığın təsiri ilə oradan üzvü maddə alınırdı. Deyir ki, üzvü maddənin özünü istifadə etmir ki. Qida maddəsi hazırlamaq üçün üzvü maddədən istifadə etmir. Ona görə yerini demək olar. Bəs deyirdi nə idi? Mineral maddə. Hansı mineral maddə fotosintezdə istifadə olunur ki? Fotosintezdə mineral maddə də istifadə olunmur. Ona görə mən bu iki variant arasında qaldım. İndi yenə düşünəcəm. Əgər səhv düşünmüşəmsə ya videonun davamında ya da yorumlarda yazacağım, kommentlərdə, rəylərdə, Azərbaycanca. Rəylərdə yazacağım əgər səhv düşünmüşəmsə. Amma ki, mən düşünürəm ki, burada iki variant var. Mineral maddələr dedikdə duzlar nəzərdə tutulur və fotosintezdə duzlar iştirak etmir. Suyun iştirakı ilə gedir. Nə demək istirdim deyə də bilmədim. Su, karbon qazı bunlar birləşir və reaksiyada oxun üzərinə yazır H-nü işığın təsiri ilə buradan alınır. Glukoza alınır, ondan sonra da su alınır. Bir də reaksiyaya girən də su var idi. İşıq mikroskopunun optik hissələrini seçin. İşıq mikroskopunun optik hissələri gözlə baxılan olmalıdır. Məsələn, ştativ optik deyil, əşya masası optik deyil. Burada vintlər optik deyil. 2 və 4 okulyar və obyektiv. Bildik, hər ikisi optikdir. Hansı ki, gözümüzlə baxanda gördüyümüz şüşə olan hissələr. Preparata baxanda gördüyümüz, yəni gözümüzün işığının keçdiyi yerlər. Gözümüzə işığın keçib gəldiyi yerlər daha doğrusu. İşıq yaşıl bitkilərin qidalanmasına, böyüməsinə və inkişafına təsir göstərən çox mühüm cansız təbiət amilidir. Müəyyən müddət qaranlıqda qalan bitki məhv olar. Aşağıdakılardan hansı işıq sevən bir bitki üçün doğru proqnoz hesab edilə bilər? Sıx meşə şəraitində bitərsə daha hündür boylu olar. Burada demişdi ki, işıq böyümə və inkişafa təsir göstərən, mühüm təsir göstərəndir. Burada da sıx meşədədirsə ağacların altında qalacaq və yaxşı işıqla qidalana bilməyəcək. Günəş işığının bol düşdüyü açıq ərazilərdə bitərsə daha hündür boy olar. Bu düzdür. Cücərtisi torpağın altında olarkən daha sürətli böyüyər. Bunda əlaqəsi yoxdur. Çünki torpağın altında işıq olmayacaq. Cücərtisi torpağın üstünə çıxdıqdan sonra daha sürətli böyüyər. Bu da verdiyi suala əsasən düzdür. Ağac gövdəsi xaricdən daxilə doğru 4 əsas qatdan ibarətdir. Qabıq, kambi, oduncaq, özək. Oduncaqdakı ksilema borularının funksiyası kökün torpaqdan sorduğu suyu və mineral maddələri yarpaqlara daşımaqdır. Yuxarıda verilmiş fikirlərin müvafiq olaraq biologiyanın hansı sahələrinə aid olduğunu müəyyən edin. Birinci fikirdə qabıq, kambi, oduncaq, özək. Burada anatomiya verilmişdi ki, hissələri yazılıb. İkinciyə baxaq. Funksiyanın nə olduğunu yazıb. Hansısa bir orqanın funksiyası nə olur? Fiziologiyaya aiddir. Bunu indi universitetdə oxuyanlar daha yaxşı bilər ki, biologiya dərsi keçəndə hansı ki biz ayırırıq, anatomiya ayrı dərs keçirik, fiziologiya ayrı keçirik. İndi biologiya dərsliyi məktəbdə axı biri olur. Ona görə universitetdə oxuyanlar bunu da yaxşı bilər.
15. Bitki və heyvan hüceyrələrinin qılafının quruluş və funksiyasına əsasən uyğunluğu müəyyən edin. Qılafın deməli deyir, qılafın daxili hissəsinin plazmatik membranın quruluşu oxşardır, düzdür. Xarici qılafın funksiyası fərqlidir. Xarici qılafın quruluşu fərqlidir, düzdür. Deməli buna düz dedik, buna da düz dedik. Və burada seçməliyik ki, xarici qılafın funksiyasını oxşardır yoxsa fərqlidir. Fərqli olacaq, çünki xarici qılaf bitkidə onun möhkəm durmasını təmin edir, amma ki heyvanlarda elastiklik verir. Ona görə də fərqlidir. Sonra keçək 16-ya. Hüceyrə anlayışını elmə gətirdi. Hüceyrəni ilk dəfə Robert Hooke kəşf edib, amma ki o kəşf elədiyinin hüceyrə olduğunu bilməyib. Leeuwenhoek isə hüceyrə anlayışını elmə gətirdi deyə bilərik. Amma mən bunu belə bilirdim. Amma ki sonradan hansı ki 7-ci sinif dərsliyində indi görürəm. Məsələn, əvvəlki variantlarda bilmirəm necə idi. Amma ki indiki 7-ci sinif dərsliyində yazılıb ki hüceyrə adlandırmışdı Robert Hooke. Yəni ki Robert Hooke gətirdiyi yazılmışdı. Ona görə də Robert Hooke işarə edirəm. Və Robert Hooke ilk cansız hüceyrəni kəşf eləmişdi. Leeuwenhoek isə ilk canlı hüceyrəni kəşf eləmişdi. Leeuwenhoek kəşf edəndə onu adlandırmışdı Animalculius. Robert Hooke isə hüceyrə adlandırıb yazılıb. Belə bir məlumat başqa yerdə də olmalı idi. Hətta Sitosda yazılmışdı ki, Sitos hüceyrə adlandırıb. Dəqiq yəni cavab burada Robert Hooke'dur. 17. Verilmiş heyvan hüceyrəsinin mikroskopda görünən forması, şəkil ölçüsü əks olunub. Mikroskopun böyütmə dərəcəsi 1000 olarsa, hüceyrənin faktiki real ölçüsü neçə mikrometr olar? Burada millimetrlə verib, biz mikrometrə çevirməliyik. Və mikroda bilirik ki, 10⁻6 metr deməkdir. Ümumiyyətlə, mikro sözün mənası 10⁻6-dır. Və 10⁻6 metr olacaq mikrometr. Millimetr isə burada 1 millimetr yazılıb. 1 millimetr isə deməkdir ki, 10 üstü santi, sonra milli gəlir də, -3 metr. İndi nə deyir bizə? Deyir ki, mikroskopun böyütmə dərəcəsi 1000 olarsa, hüceyrənin faktiki ölçüsü. Deməli, bu 1 millimetr bizdə şəkil formasıdır. Şəkildə ölçüsü 1 millimetrdir. Onu 1000 dəfə böyütsək nə qədər olar? 1 millimetri 1000 dəfə böyütsək, yəni 10⁻3-ü vursaq 10⁻3-ə eləyər nə qədər? 1 eləyir də. 1 metr. Mən səhv elədim, çünki bu elə ki coğrafi kimi düşündüm də. Burada şəkli böyüdüb 1 millimetr almışıq axı. Yəni ki həyatda olan çox kiçikdir. Onu böyüdüb 1 millimetr eləmişik. Bunu 1000 dəfə böyütmüşük. Yəni -10⁻3 tayda vurmaq lazım idi. O da eləyir 10⁻6. Bir dəfə də deyim niyəsini. Çünki bunun şəkil ölçüsü 1 millimetrdir. Və bu normalda 1 millimetr deyil, axı hüceyrə çox kiçikdir. Onu böyüdüb 1 millimetr ediblər. Əvvəlki ölçüsünü tapmaq üçün böyütdüklərinə bölməliyik 1 millimetri. Böyütdükdə 10⁻3-dür. Böləndə də 10⁻3 edir. 10⁻3 bölməyə çevirəndə 10⁻3 olur. Və -3 üstə gəl -3 də eləyir 10⁻6. 10⁻6 metrdə elə bayaq demişdik ki 1 mikrometr deməkdir. Yəni cavab C. İndi saat gecədir. Yorğunam biraz, ona görə baxa saat 4:24-dür. Ona görə biraz belə başda səhv dedim. Üzrlü sayın. Nəysə ki axırı düzəltdim. 18-də yanlış bəndi müəyyən edin. Hüceyrə strukturu
verir bizə. Ribosom, plastid, mitoxondri, nüvə və prokaryotda eukaryotda olub-olmaması göstərilir. Ümumiyyətlə yadda saxlayın ki, prokaryotlarda yalnız membransız orqanoidlər olur. Və buradan da membransız olanlar ribosomdur. Nüvə bilirik ki, prokaryotda olmur. Və burada hər ikisində olmalıydı. Prokaryotda da olmalıydı, eukaryotda da olmalıydı. Niyə prokaryotun altına doğrudur yazıb, eukaryotun altına yanlışdır yazıb? Yəqin ki, hər ikisinə aid olub-olmadığını yazmaq istəyib. Yox, belə deyir ki, yəni ki, prokaryota aiddir və ona üstəgəl qoyub. Bu doğrudurmu? Doğrudursa buradadır. Və eukaryota aid deyil yazıb. Çünki çıx qoyub da, üstəgəl qoymayıb da, yəni çıx deyə bilərik buna. Üstəgəl qoymayıb. Bu deməkdir ki, bu deyir ki, o eukaryotda ribosom yoxdur. Amma var, yanlışdır. Yəni bu da düzdür. Burada hər ikisi düz oldu. Sonra baxaq ikinci sıraya. Burada plastiddir. Sıra deyirəm, sətir. İkinci deməli plastiddir. Plastid eukaryotda yalnız olur. Prokaryotda isə olmur. Və burada prokaryotda olmur. Həqiqətən də doğru yazıb ki, bura çıx qoyub, elə ki, boşluğa çıx deyə bilərik və doğrudur. Eukaryota isə üstəgəl qoyub, ona yanlışdır yazıb. Amma halbuki olmalıydı ki, deməli ikinci yanlışdır. Çünki burada olmalıydı çıx işarəsi ki, ona yanlışdır yazılsın, biz də düzdür deyək. Mitoxondri prokaryotda olmur. Çünki mitoxondri iki membranlı orqanoiddir. Və olmasa da bura üstəgəl yazıb doğrudur yazıb, ona görə bu da səhvdir. Nüvə isə eukaryotda olur, prokaryotda olmur. Bura çıx yazıb. Çıxa həqiqətən də doğrudur yazıb və bu düzdür. İkinci hissədə isə eukaryota da çıx qoymalıydı ki, ona yanlışdır deyəndə biz düzdür deyək. Biraz bilirəm, qarışıq sualdır bu, anlamaq çətindir. Amma ki, 1-2 dəfə oxusaz anlayarsınız. 2, 3, 4 deməli düz oldu. B variantı. Düz oldu deyəndə, yəni cavab olaraq düz oldu. Sualda yenə yanlış bəndi soruşurdu. Ona görə çıx qoyduqlarım yanlışlar idi. Yanlışları seçdim. 19-a baxaq. Canlılara məxsus bəzi xüsusiyyətlərin cansızlarda olmasını demək olar fikrinə ən yaxşı misaldır. Planetlərin hərəkəti deyə bilərik ki, planetlər cansızdır, düzdür. Düşünmə, əmək fəaliyyəti, qıcıqlanma. Məsələn, bura alovun çoxalması məncə ən yaxşı misal olardı. Onu yaza bilərdilər. Və planetlərin hərəkəti də elə düzdür. İrsiyyətə malik olma bu yoxdur. Düşünmə yoxdur, əmək fəaliyyəti yoxdur. Qıcıqlanma da cansızlarda olmur. 20-ci sual da deyim, artıq həm gec olub, həm də ki, videoda uzun oldu. Qalanını bundan sonraki videoda bunun 1 qoyacağım, gələn videoya 2 qoyacağım, onu da paylaşacağım. Şəkildə əks olunan neçə canlıda irsi məlumat daşıyıcıları nüvədə yerləşmir. Bizə nüvəsiz orqanoid lazımdır. Burada bir canlıda nüvə yoxdur. O birislərin hamısında nüvə var. Çünki deyir ki, irsi məlumat daşıyıcılar nüvədə yerləşməsin. Bütün heyvanlarda nüvə olduğu üçün irsi məlumat daşıyıcılar da nüvədə yerləşəcək və bitkilərin də hamısında irsi məlumatlar nüvədə daşınır. Yəni 1 oldu cavab A. 20-ci suala qədər də bitirdik bunu. Gələn videoda da davamını paylaşacağım. Yorğunam deyə bu videoda hamısını bitirə bilmədim. Üzrlü sayın. Əgər sizin üçün video faydalı oldusa, mənim üçün də xoş olar. Sağ olun.